bölüşə bilmir. Burada ağır bir yük var. Burada da evdə bir münaqişəli bir situasiyalar var. O özü ilə tək qalır, təcrid olunmaq istəyir. Çox zaman belə insanlar görürsünüz, təbiətə üst tutanlar, dəniz kənarına tək getmək istəyən insanlar. Bu da onun şuuraltıdan gələn bir tələbatıdır ki, əslində onu qorumağa xidmət edir. Bu təklik əslində onun enerjisini bərpa eləməyə xidmət edir müəyyən bir zaman ərzində. Təklik deməli yaxşıdır. Bəli, təkliyin müsbət cəhəti odur ki, bədən öz gücünü bərpa eləyir bu tək qaldığı müddətdə. Çünki bu işdə də verir axı davamlı olaraq o enerjisini və evdə də verir. Həmin o münaqişə zəminində və yaxud da ki, işdə də məhsuldar iş rejimi və yaxud da stresli, ağır iş rejimində çalışmaq və s. zaman baxımından, eyni zamanda psixoloji baxımdan bu insanlar bəli təcrid olunur. Məsələn, xəstələnməyin özü görürsüz, insan xəstələndi. Niyə? Şuuraltı olaraq bədən onu təmin eləyir ki, ona sən biraz yat, əslində biraz dincəl. Adi məsələn ORV olsun da, yəni virus xəstəliklərində görürsüz, çox tez-tez xəstələnən bu insanlar soyuq dəymədən də biz belə deyək, insanlar nəyə görə bunlar tez-tez xəstələnirlər? Əslində bu şuuraltının bir köməyidir. Bədən müdirə deyə bilmir, mən işə gəlmirəm və yaxud da ki, evdəkinə deyə bilmir, mən yemək bişirə bilmirəm. Nə baş verəcək? Xəstələnəcək. Yəni bu əslində bəli. Mən bir əlavə eləyim. Əslində bu maraqlı bir faktor belə deyir. Sözlərinə düzdür. O tənhalıqdansa, amma bir məsələ var ki, Carl Gustav Jung çox maraqlı bir qərbin ən dərin psixoloqlarından biri. İnsanları temperamentlərinə görə ekstravert və introvertlərə bölürdü. Orada da çox maraqlı bir məsələ var. Məsələ ondadır ki, ekstravertlər tək qalanda darıxır, insanlarla ünsiyyətdə olanda dincəlir, enerji alır. Amma introvertlər insanlarla ünsiyyətdə olanda enerji itirir, tək qalanda enerjisini alır. Maraqlı bu. Təqsirə tənhalıq. Çox üzr istəyirəm. Yəni bu sizin sualınıza konkret cavab buydu ki, o siz dediyiniz həyatın bütün sahələrində bunu göstərir. Məsələn, adam introvertdir, cəmi bir dənə dostu var, bir də adam ekstravertdir. Yəni o çoxlu əyləncələrə getməyə xoşlayır, çoxlu ünsiyyət qurmağı xoşlayır. Amma sizin sualınız məncə bu idi ki, məhz o tək qalmaqda insan belə deyim də, müəyyən bir yorulmalardan sonra, tükənmələrdən sonra tək qalmağa. Yəni adam introvert olmayıb heç zaman, adam ünsiyyət qurub, adam xoş əhval-ruhiyyədə olub, amma birdən-bir adam özünə qapandı. Hətta bu bizim Azərbaycançılıqda var belə bir şey ki, məsələn, adam iş adamıdır və yaxud da ki, işgüzar adamdır, hamıya kömək olur, əl tutur, ona da bir çox sağ ol deyən olmur. Görürsünüz, bu adamlar müəyyən dövrdən sonra tənhalaşırlar. Niyə? Çünki əslində bu yenə də onun şuuraltısının onu qoruyur. Deyir, bir özünə də deyən, sual ver ki, yəni sən verirsən axı, ancaq sənə də